Hər an bir dənə qol gələ bilər. Hər an bir dənə qol gələ bilər. Elvin! Və gol! Gol! Vurduq! Gol, gol, gol! Camilo Duran! Birinci dəfə qol oldu. Gol. Dünən demişdim ki, Camilo Duran'ın oyunu var da bu, qolu var da bu oyunda. İlk təhlükəli hücumumuzda qol gəldi. Mən deyirdim. Sıxıblar, vuracaqlar. Bu arada Frankfurt'un hücum uşaqlar. Yox, yox. Hayda! Bu nə qoldu buraxdıq biz? Çox sadə, çox primitiv bir qol buraxdıq. Can uzun idi vuran. Hayda. Burada necə səhv elədik? Hayda. Belə qol buraxırlar. Dev zibili çıxdı. Ona vermirsənsə buna niyə? Hayda. Nə deyə bizim bu çəkdiyimiz? Hayda. Oxşar epizodlardır da. Yəni sən bir dəqiqə əvvəl ona penalti vermədin, heç vara da baxmadın da. Getdin bu epizoda penalti verdin də. Olmaz axı, yəni nə bilim 78-ci dəqiqədə və bizə 2 dənə top lazımdır uşaqlar. Amma ümid sonunda ölür də uşaqlar. Ümid sonunda ölür. Dən təhlükəli hücum əla. Elvin! Gol! 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 Bax belə vurarlar. Gol! Bax bu hakimə əsl cavab buydu da. Ədalət bərpa olundu. Bax qolu belə vurarlar. Heç nə yoxdur. Nə offside var, nə heç nə. Tərtəmiz qol. Davay. Gol! Gol! Gəldi gol, gəldi gol. Gol! Nəhayət ki, bu nə idi uşaqlar, bu nə idi? Nə yaşadıq biz?